Salam əziz tələbələr, İslam tarixi dərsindəyik. Keçən dəfəki dərsimiz barədə kiminsə sualı varsa buyura bilər. Şəhriyar buyur. Salam, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir olsun. Ustad, Peyğəmbərin qızı və kürəkəni haqqında idi ki sualım. Orada siz buyurdunuz ki, cahiliyyət dövründə onlar ailə qurmuşdular. Hələ Peyğəmbərlə seçilməmişdi. Onu bilmək istəyirəm ki, bizdə məsələn İslam şəriətində müşriklə ailə qurmaq, yəni kafirə qız vermək, yəni şəriətlə icazəli deyil də. Burada Peyğəmbərin hansısa bir manevri var idimi, yoxsa bu İslamdan əvvəl idimi? Yəni biz bilirdik ki, Peyğəmbər İslamdan əvvəl də olsa bu hökmlər Peyğəmbər bilirdi də. Yəni Hənif dinində idi, ən azından Peyğəmbər öz o uza məqamı ilə bunları bilirdi. Burada onun məsələn müşriklə ailə qurmasının səbəbi, yəni bilmirəm bu nə dərəcədə düzgün Çox yaxşı sualdır. Sualıma görə. Çox yaxşı sualdır əslində Şəhriyar, yəni düşündürücü sualdır. Amma bilmirəm də bu dərsdə mən onu necə cavablandırım. Bir yerə qədər deyirəm, amma sonra daha geniş bunun barəsində danışmaq olar. Əvvəla ümumi cavab belədir ki, orada hər kəs elə cahil idi də, müşrik idi. Yəni Peyğəmbərin Həzrəti Zəhradan sonra 3 dənə qızı var. Və hər kəsin qızı var da, yəni Bəni Haşimlə. Peyğəmbərin yəni həmən dövrdə İslam yoxdur deyə, ona görə də müsəlmanlıq yoxdur axı. Müsəlmanlıq yoxdur deyə zaten bu hökm yoxdur ki, müşrikə qız vermək olar, vermək olmaz. Bəzilərinin də müşrikliyi bilirsiniz necə idi. Yəni indi tutaq ki, biz bəzi müsəlman, məsələn xalqımızın əksəriyyəti müsəlmandır. Amma görərsən ki, bəziləri heç dindar deyil. Heç imamların adlarını bilməz, nə bilim filan bilməz, bəsməkən bilməz. Düzdür, yəni heç bir dindarlığı yoxdur. O dönəmin də müşrikləri, etiqadları belə idi də, müşrik idi. Onlar pis adam deyil idi bəzi. Məsələn, As ibn Vail hidayət olur. Yaxşı, həmən dönəmə qədər qalsa da, amma sonra hidayət olur. Bir də onların qalmasına da hansısa bir bəzi səbəblər olur və s. və ilə axır. Peyğəmbər o dönəmdə qızlarını yaxşı adamlara ərə verirdi, yaxşı adamlara. O da yaxşı adamlardan idi. Ona görə də qızı ona ərə vermişdi. Sonradan da biz onu görürük də ki, Peyğəmbər onu əsirlikdə buraxır və o gedir, qızı göndərir, Zeynəbi göndərir və sonra özü də müsəlman olur. Ona görə də bilirsiniz, Peyğəmbər bu şeylərə riayət eləyirdi. İndi bunun ötəsində bir dənə də başqa bir məsələ var. Amma da elə hesab edirəm ki, çox da hələ ki bu mərhələdə o yerlərə getməyəm mən. Yaxşı, belədir, cavabı belədir. Ki onlar belə fasid bir adam deyil idilər. Bir də ki, bəzilərinin döyüşdə iştirak etməyinə də baxmayın ha. Onların bəzilərini məcbur olaraq gətirirdilər. Yəni, məsələn, o heç vaxt öz qaynatasına qarşı döyüşməzdi. Necə ki, Abbası da gətirmişdilər. Peyğəmbərin əmisi Abbası gətirmişdilər. Bəni Haşimlə nə qədər adamı gətirmişdilər. Xüsusən Əli əleyhissalamın qardaşını gətirmişdilər, Talib adında. Çünki Mədinədə yaşayırsansa, hamı necə sən də elə döyüşməlisən. Yaxşı, əziz tələbələr, əgər sualınız yoxdursa, mən başlayıram dərsimizə. Deməli, bizim mövzumuz gəlib bura çatıb ki, xanım Fatimə Zəhranın evliliyi. Hicrətin bu ilində xanım Fatimə Zəhranın evliliyi hadisəsi baş verdi. Ümumiyyətlə bunu deyək ki, Peyğəmbərdən çoxlu şəkildə elçiliyə gəlib xanım Zəhranı istəyənlər olurdu. Xüsusən Əbu Bəkir və Ömər Peyğəmbərdən istəmişdilər və digər müsəlmanlardan xanım Zəhraya elçisi düşən olurdu. Amma Peyğəmbər deyirdi ki, o hələ
az yaşlıdır, istəmir. Ənsardan da, mühacirlərdən də bəziləri soruşurdular ki, nə üçün Fatimə evlənmir? Bəziləri özü üçün istəyirdilər. Peyğəmbər onları rədd eləyirdi cavablarını yaxşı şəkildə. Məsələn, göstərirdi, hələ az yaşlıdırlar. Bəziləri də soruşurdu ki, ümumiyyətlə nə üçün ailə qurmur? Peyğəmbər buyurdu ki, onun evlilik məsələsi Allahın əmrindədir. Əgər istəsə, özü onu evləndirəcək. Başqa bir yerdə buyururdu ki, Peyğəmbər, mən bu barədə Allahın hökmünü gözləyirəm. Bir dəfə Həzrəti Cəbrail əleyhissalam tarixdə yazılıb ki, Cəbrail əleyhissalam nazil olur və Peyğəmbərə buyurur ki, Allah istəyir ki, sən Fatiməni Əli ilə evləndirəsən. Peyğəmbər də bəzi səhabələrlə, böyük, yaxın səhabələrlə bu məsələni danışır. Və Peyğəmbər özü bir dəfəlik elçi düşmür də Həzrət Əliyə. Bu məsələni böyük, əzəmətli səhabələrlə danışır, məhrəm bildiyi səhabələrlə. Ki, Allah mənə belə əmr eləyib ki, mən Zəhranı, Fatiməni Əli ilə evləndirim. Onlar da Əli əleyhissalamla görüşəndə bu söhbəti açırlar. Deyirlər ki, ey Əli, nə əcəb Peyğəmbərin qızına elçiliyə düşmürsən? Nə üçün Fatiməni istəmirsən? O da deyir ki, mən utanıram. Həm də ki, mənim maddi vəziyyətimdə yaxşı deyil. Amma könlümdən keçir. Ona deyirlər ki, sən elçiliyə düş. Peyğəmbərə elçiliyə düş. Peyğəmbər bu şeylərə fikir verməz və sənə qızını verər. Belə görsənir ki, həya məsələsi də gündəmdə imiş. Bilirsiniz, onlar həm də insandırlar axı. Və həya ilə ən çox onlardadır. İndi bir yeri var, onu deyəndə görəcəksiniz ki, xanım Fatimə Zəhra həyasından az qala yıxılırdı. Peyğəmbər ondan bu barədə bəzi məsələlər danışanda az qala yıxılırdı. Çünki həm də həya eləyirdi. Və Əli əleyhissalam qərara gəlir ki, getsin. Peyğəmbər də Ümmü Sələmənin evində idi. Peyğəmbərin evinə gedir, qapını döyür. Ümmü Sələmə deyir ki, qapıdakı kimdir? İçəridən hələ Peyğəmbər deyir ki, Ümmü Sələmə Əli idi, aç qapını. Ümmü Sələmə də soruşur ki, ya Rasulallah, sən nə bildin Əlidir? Peyğəmbər də deyir ki, mənə xəbər verdilər ki, Əli gələcək. Ümmü Sələmə deyir, mən qapını açdım, qapının arxasında gördüm ki, Əli idi və Əli içəri daxil oldu, Peyğəmbərə salam verdi. Bilirsiniz də, Ümmü Sələmədən olan hədislər səhihdir. Salam verdi Peyğəmbərə. Peyğəmbər də ona salam verdi. Dedi ki, Allahın salam, salavat, rəhmət və bərəkəti olsun sənə, ya Rasulallah. Peyğəmbər də buyurdu ki, sənə də salam olsun, ey Əli. Sonra Əli əleyhissalam gəldi, Peyğəmbərin məhzərində əyləşdi. Tarix yazır ki, yəni sözü aça bilmir deyə barmağını yerdə nəsə belə gəzişdirir. Peyğəmbər buyurdu ki, ey Əli, nəsə söz demək istəyirsən elə bil. Sözdə adam oxşayırsan. Nəsə sözün varsa buyur de. Nəsə bir gizlətdiyim var, belə hiss eləyirəm. Əli əleyhissalam dedi ki, ya Rasulallah, atam anam sənə fəda olsun. Sən mən hələ uşaq ikən məni götürmüsən, saxlamısan, böyütmüsən, mənə öz yeməyindən yedirtmisən, mənə ədəb öyrətmisən. Şəfqət və xeyirxahlıqda mənə atam Əbu Talibdən, anam Fatimə binti Əsəddən üstün olmusan. Allah sənin vasitənlə məni üstün dərəcələrə yetişdirib.
sən mənim üçün Allaha and olsun ki, dünya və axirətdə ən yaxşı tədarükümsən. Mən istəyirəm ki, indi də səndən bir şey istəyim. Bu dəstəyinə görə istəyirəm bir evimin və bir zövcəmin olmasını da istəyim. Qızın Zəhraya elçi olaraq gəlmişəm. Belə də deyir. Ümmü Sələmə deyir ki, gördüm ki, Peyğəmbərin sevinç və fərəhdən üzü parladı. Əli əleyhissalamın üzünə gülümsədi. Sonra soruşdu ki, ey Əli, bəs sənin bir şeyin var evlənmək üçün? Həmin o ailə quranda başlıq parası kimi də, yəni mal cəhətindən. Əli əleyhissalam da dedi ki, ya Rəsulallah, atam anam sənə qurban olsun. Atam anam sənə fəda olsun. Mən Ümmü Sələmənin dediyi hadisəni danışıram da sizə. Ümmü Sələmə deyir ki, Əli əleyhissalam da belə dedi. Dedi ki, atam anam sənə fəda olsun. Allaha and olsun ki, vəziyyətim sənə gizli deyil. Bilirsən ki, bir qılıncım var, bir zirehim var, bir də su varmaq üçün bir dəvəm var. Başqa heç nəyim yoxdur. Sən bunlardan şahidsən. Peyğəmbər buyurdu ki, ya Əli, qılıncını saxla, çünki sənin ona ehtiyacın var. Sən onunla Allah yolunda cihad eləyirsən, döyüşürsən. Dəvəni də saxla ki, sən onunla xurma ağaclarını suvarırsan və ailənə su daşıyırsan, səfərdə olanda yükünü onunla daşıyırsan. Amma istəyirəm ki, zirehini satasan və onun pulunu verəsən ki, mən də o pula Zəhra üçün nələrsə alım. Əli əleyhissalam da razılaşır. Zirehi satır və onun pulunu Peyğəmbərə çatdırır. Peyğəmbər də Əmmarla Əbu Bəkri bazara göndərir, xanım üçün bəzi cehizlər aldırır. İndi o cehizlərin siyahısını da oxuyacağam sizə. Hərçənd ki, bunları özünüz də oxuya bilərsiniz, amma deyirəm, çox adam evdə oxumayacaq deyə, qoy elə mən oxuyum. Bunlar sizin üçün oxuyum. Elə həm də bir nurani bir söhbətlərdir. Sonra Peyğəmbər Əli əleyhissalama belə dedi. Bunlar sizin kitabınızda yoxdur. Ümumiyyətlə, bura qədər dediklərim sizin kitabınızda demək olar ki, yoxdur. Peyğəmbər Əli əleyhissalama dedi ki, sən bir həqiqətdə sənə xəbər vermək istəyirəm. Mən Fatimənin evlənməsini Allaha həvalə etmişdim. Bugün bir mələk nazil oldu. Adı da Sitailəmdir. O mələk çox əzəmətli mələkdir. Ərşin sütunlarına müvəkkil olan mələkdir. Özü-özünü belə təqdim elədi. Dedi ki, Allah məni sənin yanına göndərib və Cəbrail də yanımda. Deyir, bu vaxt Cəbrail də nazil oldu. Deyir, onlar dedilər ki, Allah istəyir ki, sən öz qızını Əli ilə evləndirəsən və bu evliliyin böyük bir bərəkəti olacaq. Və sonra da bəzi şeyləri danışdı. Daim mən çox detallarla danışmaq istəmirəm. Dedi ki, xəbərin olsun ki, neçənci ərşdə bu münasibətlə bir bayram oldu. Rahil adında başqa bir mələk çox natiqdir. O müəyyən xütbələr oxudu və s. və ilə. Allahın istəyi bax budur. Bir xeyli məsələləri danışdı. Və buyurdu ki, bunları sən evləndir və bunların nəsli çox bərəkətli və faydalı olacaq. Sonra danışır ki, mənə belə dedi, elə dedi və s. də Allahın sözlərini çatdırdı ki, Allah istəyir ki, mənim öz qulum olan, kənizim olan Həbibim Muhammedin qızı Fatimə mənim bəndəm olan Əli ibn Əbi Taliblə evlənsin. Bu sözləri deyir, Cəbrail mənə dedi ki, Allah bunları istəyir. Ondan sonra dedi ki, Peyğəmbər o hadisələrin hamısını danışıb qurtarandan sonra buyurdu ki, elə o mələklər mənim yanımdan çıxmışdı ki, sən qapını döydün. Sən qapını döydün və elçilik üçün gəldin. Bu, Əli əleyhissalamın
elçiliklə bağlı hadisəsi. Və dediyim kimi Əbu Bəkirlə Əmmara pul verdi peyğəmbər, onları Mədinə bazarına göndərdi və onlar da xanım Fatimə üçün bəzi cehizliklər aldı. Mən onları sizin üçün oxuyuram. Xanım Zəhranın cehizliyi nə idi? Bir dənə gəlinlik paltarı idi, 7 dirhəmlik. Bir dənə başörtü idi, 1 dirhəmə. 1 dirhəmlik yəni. Bir dənə qara qətifə idi. Taxta və xurma ağacının liflərindən hazırlanmış bir ərəb taxtı idi, yataq. Biri yundan, biri isə xurma lifindən olan və misir kətanı ilə də tikilmiş 2 dənə də döşək idi. Sonra ikisi yundan, ikisi də xurma lifindən olan 4 dənə də balış idi. Bir dənə pərdə idi, bir dənə həsir idi, əl-üz dəsmalı idi, bir dənə sotuluğu idi, bir dənə taxtadan hazırlanmış süd kasası idi, dəridən olan bir dənə su qabı idi, bir ədəd yaşıl rəngli dolça idi, bir neçə dənə saxsı kuzə idi, 2 ədəd gümüş qolbağı idi, bir ədəd də mis qabı idi. Bunlar xanım Fatimə Zəhranın cehizləri idi. Peyğəmbər o pula bunları aldı və xanım Zəhranın bunlar cehizi oldu. Toy mərasiminə Əli əleyhissalam kiçik bir ziyafət təşkil elədi. Həm oğlan, həm də qız tərəfdən bir neçə nəfər qonaq çağırdı. Ondan sonra Peyğəmbər xanım Zəhranı yanına çağırtdırdı. Xanım Zəhra utana-utana atasının yanına gəldi. Amma əvvəl qoy bunu da deyim ki, Peyğəmbər buyurdu ki, mən bunu Zəhra ilə də danışmalıyam. Çünki düzdür Allahın istəyi var, amma hər halda yenə də ona deyilməlidir. Xanım Zəhraya bu sözləri dedi, xanım Zəhra başını aşağı saldı, heç nə demədi. Ondan sonra Peyğəmbər dedi ki, Allahu Əkbər. Bu sükutdan başa düşürəm ki, qızım da razıdır. Sonra toy olandan sonra, toy mərasimində özü onları şəxsən yanına çağırdı. Xanım Zəhra onun yanına gəldi və Peyğəmbər ona orada dua elədi. Dedi ki, qızım Allah səni büdürəmədən qorusun. Niyə bu duanı elədi? Çünki xanım Zəhra çox xəcalətli şəkildə gəlirdi. Göz atasına sataşanda ayağı büdürüyür, az qala yıxılsın. Orada Peyğəmbər deyir ki, Allah səni bütün büdürəmələrdən qorusun. Sonra Peyğəmbər buyurdu ki, Əli əleyhissalama dedi ki, Rəsulullahın qızı sənə mübarək olsun, ey Əli. Sonra da dedi ki, Əli, Fatimə nə gözəl xanımdır. Sonra da üzünü xanım Zəhraya tutdu. Buyurdu ki, ey Fatimə, Əli nə gözəl ərdi. Onları barəsində bu sözləri dedi. Sonra tarix yazır ki, Peyğəmbər xanım Zəhranı ər evinə bir neçə mühacir və ənsar qadınlarına tapşırdı ki, onu dəvənin ətrafında dövrəyə alıb onu ər evinə çatdırsınlar. Və bəzi tarixdə göstərilir ki, Peyğəmbərin dəvəsinin ovsarından da Salman Farsi yapışmışdı. Peyğəmbər ona demişdi ki, sən özün onu aparacaqsın. Bax, bu xanım Fatimə Zəhranın ailə qurması ilə bağlı kiçik də olsa bir hadisə idi. Əlbəttə, tarixdə daha geniş məlumatlar var. İndi biz imamların həyatını keçəndə bu barədə daha yaxşı oxuyacağıq sizlərlə ki, orada Əli əleyhissalamın evi necə idi, necə almışdılar və s. və ilə geniş ev barəsində də məlumatlar var ki, əvvəl başqa bir evi kiralamışdılar, sonra gəldilər Peyğəmbərin yanına və s. Bu barədə də danışacaq. Deməli, gəldi indi mövzumuzun davamına. Burada deyəcəyik ki, deməli, 3 dənə böyük Yahudi qəbiləsi var idi. Onlar müxtəlif regionlarda yaşayırdılar. Biri Bəni Qeynuqə qəbiləsi, o Mədinədə yaşayırdı. O qəbilə Mədinədə idi, digərləri isə Mədinənin ətrafında idi. Məsələn, Xeybərdə idi və s. Bəni Qeynuqə Yahudiləri dedik ki, Bədir döyüşündən sonra çox narahat olmuşdular və onlar açıq-aşkar şəkildə müsəlmanlarla əməlli başlı düşmənçiliklərini izhar edirdilər.
Və bu məsələlər də məsələ onlardan biri bu idi ki, kəskin tənqidlər eləyirlər, nə bilim şeirlər deyirlər. Əməlli başlı soyuq müharibəyə başlamışdılar. Və bu da həmin o müqaviləni Peyğəmbər ki, onlarla əvvəl müqavilə imzalamışdı ki, siz bizim belə deyim də, doğru deyim, əl-ayağımıza dolaşmayacaqsınız. Belə şeylər etmək artıq onların əməlli başlı müqaviləni rəsmən pozmaqlarını göstərirdi. Amma Peyğəmbər neynədi? Peyğəmbər onlara qarşı birbaşa başlamadı müharibəyə. Qan axmasını hələ istəmirdi. Peyğəmbər onları başa salmağa çalışırdı ki, yəni belə olmaz. Ona görə də Bənu Qeynuqa bazarında böyük bir toplantı Peyğəmbər təşkil elədi və onlara dedi ki, təsəvvür eləyin, Peyğəmbər onlara dedi ki, Qureyşin başına gələnlər sizə ibrət olmalıdır. Qorxuram ki, Qureyşin başına gələnlər sizin də başınıza gəlsin. Aranızda çoxlu din alimləri var. Onlardan soruşsanız, açıq-aşkarda deyərlər ki, mən onların öz kitablarına əsasında mən Allahın elçisiyəm. Bu sizin səmavi kitabınızda da var. Peyğəmbər onları hələ nəsihətlə, sözlə başa salmağa çalışırdı. Amma bu inadkarlar neynədilər? Peyğəmbərin qarşısında sakit durmaq əvəzinə Peyğəmbər oranın rəhbəridir, nəsə bir geri addım atmaq əvəzinə başladılar sərt şəkildə cavablar verməyə. Məsələn, onlardan biri bu idi ki, elə bilirsiniz ki, biz zəif və Qureyşilər kimi döyüş taktikasından xəbərsizik. Siz döyüş haqqında məlumatı olmayan dəstəyi ilə döyüşdünüz deyə onlara qadir oldunuz. Qeynuqa övladlarının nəyə qadir olduğunu döyüş meydanında görərsiniz. Bu tarixdə gəlmiş sözlər ki, mən elə onları sizə üzündən oxuyuram. Bu kimi şeyləri dedilər. Və müəyyən etik qaydalarda da zid hərəkətlər eləyirdilər. Amma Peyğəmbərin tapşırığına əsasən müsəlmanlar soyuqqanlılıq göstərirdi. Yəni Peyğəmbər də və müsəlmanlar da başa düşdü ki, bunların sanki iç üzü çıxdı bayıra. Bunlar sanki başa düşmürlər ki, nə baş verir və fərqində deyirlər bu kimi şeylərin və bir Bədir döyüşündəki qalibiyyətimizdən artıq onlar özlərini itiriblər. Bir gün belə bir hadisə baş verdi. Kiçik bir hadisə idi, amma Peyğəmbərin böyük bir addım atmasına səbəb oldu. Böyük bir hadisəyə səbəb oldu. O da nə idi? Deməli, Yahudilərin bazarında bir qadın zərgər dükanının qarşısında durmuşdu, alver eləyirdi və özünü də müsəlmandır deyə möhkəm bağlamışdı üz başını, çadrasına bürünmüşdü. Qeynuqa Yahudiləri onun çadrasını açmağa çalışırdılar. İstəyirdilər ki, qadının çadrasını açsınlar. O da heç, yəni çox narahat şəkildə bürünərək qalmışdı. Başqa bir nəfər zərgər dükanından biri qadının paltarını necəsə belinə tikir də, necəsə eləyir ki, qadının paltarı belində olur. Qadın ayağa qalxanda paltarı qalxır və bədəninin bir hissəsi görünür. Bunu və başlayırlar həmin o qeynuqa Yahudiləri gülməyə, qadını ələ salmağa. Elə bu vaxtı orada bir cavan oğlan olur, müsəlman oğlan, gedir həmin o işi görən adamı öldürür. Qeyrəti cuşa gəlir və gedir həmin o adamı öldürür. Onu öldürən kimi təbii ki, onların bazarıdır. Onların hamısı tökülürlər o oğlanın üzərinə. Bu dəfə də onlar da hamısı əl-ələ verib həmin o müsəlman oğlanı öldürürlər. Bax, bu hadisə səbəb olur ki, artıq Peyğəmbər nəsə bir iş görməyə çalışır. Amma hələ də Peyğəmbər bir addım atmayıb. Bunlar özləri artıq başqa bir döyüş, sanki düşmənçilik moduna keçirlər. Məsələn, çəkilirlər möhkəm qalalara, artıq Qeynuqa bazarına getmirlər. Yəni, məsələn, gəlib Peyğəmbərdən bəlkə də üzr istəyə bilərdilər, bəlkə də qan bahası verə bilərdilər və s. və ilə axır. Yəni, artıq elə bil ki, elə belə olmalıymış kimi artıq bu şeyləri əl atırlar. Ona görə də Peyğəmbər deyir ki, onları artıq tərki silah eləməliyik. Peyğəmbər
ordu ilə onların qalalarını mühasirəyə alır və onlar bir müddətdən sonra artıq mühasirəyə tab gətirmirlər və təslim olurlar. Və Peyğəmbərin çıxaracaqları hökmə tabe olacaqlarını bildirirlər. Peyğəmbər əvvəl istəyir ki, biraz daha sərt cəza tətbiq eləsin, amma həmin o Mədinə münafiqlərindən olan Abdullah ibn Übey xahiş eləyir ki, yox, bəs belə olmasın. Peyğəmbər də onun xahişinə görə nisbətən yüngülləşdirir və deyir ki, onların bütün əmlakları müsadirə olunmalıdır, özləri də Mədinəni tərk etməlidirlər. Və belə də olur. Bütün mallarını müsadirə edirlər və özləri də Mədinədən Vadil Quraya gedirlər, oradan Mesopotamiya ərazisində yerləşən Əzrata köçürlər və bununla da Mədinədə Yahudi problemi aradan gedir. Yahudilərin bir dənə böyük qəbiləsi, 3 böyük qəbilədən biri Bənu Qeynuqə ki, Mədinənin içində idi və məhəllələri, bazarları, hər şey və bu real olaraq böyük bir problem idi. Ona görə də Peyğəmbər bunları uzaqlaşdırırlar. Bununla da demək olar ki, Mədinədə Yahudi problemi həll olur. Bu bir məsələ. Bura qədər suallarınız olsa verərsiniz, olmasa mən davam eləyim. İndi yavaş-yavaş Peyğəmbər artıq hərbi işlərinə başlayıb. Görürsünüz, artıq Peyğəmbər bu işlərlə öz qüdrətini göstərir, sistemini qurmaq istəyir, dövlətini qurmaq istəyir. Yəni İslami bir mərkəzi düzəltmək istəyir. Görürsünüz, qüdrəti var. Artıq illərdir orada yaşayan bir qəbiləni fasid əməlinə görə oradan artıq Peyğəmbər qovur. Deməli, bu o deməkdir ki, Peyğəmbər orada əmin-amanlıq bir şərait yaratmaq istəyir və özünə məxsus qaydaları var. Hər kəsi o qaydalara tabe olmağa çağırır. Əks halda Peyğəmbər müvafiq addımlar atır. Görürsünüz, artıq yavaş-yavaş İslami cəmiyyət düzəlməyə başlayır. Və bu səbəbdən də Peyğəmbər Mədinəni ki, artıq səhmana saldı. İndi bir neçə dənə məsələlər var, onlardan da diqqətli olmalıdır. Onlardan biri budur ki, kimlərsə artıq eşidib Peyğəmbərə qarşı hücum etməsinlər, onun qarşısını kəsməlidir və növbəti İslamın yayılması üçün növbəti addımları atmaq üçün müəyyən planlar cızılmalıdır və o planlar həyata keçirilməlidir. Amma bunun üçün nə lazımdır? Peyğəmbərin müəyyən adamları olmalıdır ki, Peyğəmbərə xəbərlər çatdırmalıdır. Həm Məkkədə, həm digər yerlərdə. Ona görə də keçən dəfələrdə demişdim, yenə də deyirəm ki, məsələn, Peyğəmbərin əmsi Abbasın məhz Mədinədə, Məkkədə qalması bu elə Peyğəmbərə xəbərlərin göndərilməsi üçündür. Biz görəcəyik ki, bir çox yerlərdə Peyğəmbərə bu xəbərlər çatdırılır, xüsusən Uhud döyüşündə və s. Peyğəmbərə xəbər çatır ki, bu dəfə deməli, Bəni Səlim qəbiləsi Mədiniyə qarşı, yəni Peyğəmbər olan əraziyə qarşı nəsə bir silah toplayırlar ki, Mədiniyə qarşı hansısa bir döyüş həyata keçirmək istəyirlər. Ona görə də səfərbərlik olub orada. Bəni Səlim qəbiləsi belə bir səfərbərlik eləyib, silah toplayırlar ki, Peyğəmbərə qarşı. Peyğəmbər bunu eşidən kimi yerindəcə bu məsələni boğmaq üçün Peyğəmbər İbn Ümmi Məktumu öz yerində qur və bir dəstə müsəlmanla Kədirə tərəf yola düşür və onların gəldiyindən xəbərdar olanlar dağılışıb gedirlər, heç bir döyüş baş tutmur və Peyğəmbər Mədiniyə qayıdır. Ondan sonra tamam arxayın olmaq üçün Qalib ibn Abdullahın başçılığı altında kiçik bir qrup ora göndərir. Orada nələrsə təzədən bir də düzəlmək istəyirmiş ki, o dəstə onlarla döyüşür. 3 nəfər müsəlmanlardan şəhid olur, amma qələbə ilə onlar geri qayıdırlar. Və biri həmin bu Kədir yürüşüdür ki, Bəni Səlim qəbiləsinin səfərbərliyinə uyğun olaraq baş verir. Başqa bir yürüş
səvik yürüşüdür. Bu dəfə Əbu Sufyan bu işi görür. Əbu Sufyan bilirsiniz də keçdiyimiz kimi Məkkə müşriklərinin başçılarındandır və o demişdi ki, Bədirdə döyüşdüyünə görə, Bədirdə uduzduğuna görə onların belə qəribə ərəblərin qəribə bir nəzirləri olurdu, qəribə bir əhdləri, sözləşmələri olurdu. Məsələn, bu da demişdi ki, mən heç vaxt qadınla bir yataqda olmayacağam. Çünki uduzmağımız bizim üçün bir ardır falan. Ona görə Mədinədən kənarda məskunlaşmış Bəni Nəzir yəhudilərinin başçısı Səllam ibn Müşkəmin bələdçiliyi ilə 200 nəfərlik ordunun müşahidə ilə Ureyz məntəqəsində gedib bir xurma bağına od vurub bir nəfər müsəlmanı da qətlə yetirirlər. Peyğəmbər bunu bilən kimi Mədinədən çıxır və düşməni təqib etməyə başlayır, amma Əbu Sufyan və qoşunu qaçırlar. Qaçırlar, sadəcə yolda çoxlu un və xurmadan hazırlanmış kisələri qoyub qaçırlar. Müsəlmanlar gedirlər, onları tapırlar, çünki onlar qaçmışdılar, amma o yol boyu öz yüklərini ki atıb qaçmışdılar, onların hamısını yığıb götürüb Mədinəyə qayıdırlar. Həmin o un və xurmadan hazırlanmış kisələrə səviq deyilir. Ona görə də bu döyüşün adı səviq yürüşü adlanır. Peyğəmbər onları tutmaq üçün yürüş etmişdi və onlar qaçıb getmişdilər. Bu da bir məsələ. Deməli, başqa bir xəbər Mədinəyə çatır ki, Qətəfan qəbiləsi Mədinəyə hücuma hazırlaşır. Peyğəmbər xəbər tutan kimi 400 nəfərlik ordu ilə düşmənin üstünə gedir və Peyğəmbərin gəlişindən xəbər tutan düşmən qorxuya düşür və dağlara çəkilir. Bu zaman çoxlu güclü yağış yağmağa başlayır. Müsəlmanların hamısı islanır, Peyğəmbərin də paltarı islanır. Peyğəmbər çəkilir xəlvət bir yerə, paltarlarını soyunur və yaxınlıqdakı ağacın üstündə saxlayır ki, o qurusun. Elə biraz keçmiş düşmənlərdən bir nəfər, pəhləvanlardan biri Peyğəmbərə tərəf gəlir, qəfildən Peyğəmbərin qarşısına. Peyğəmbər çünki təpənin arxasına tərəf keçmişdi ki, orada istirahət eləyirdi. Həm də paltarlarının bəzilərini quruması üçün ora atmışdı. Peyğəmbərin qabağına keçir və Peyğəmbərin yanında heç bir müsəlman yoxdur. Sən demə əvvəldən izləyirmiş Peyğəmbəri. Qılıncını çəkir, Peyğəmbərin başı üstündə durur, deyir ki, indi səni mənim qılıncımdan kim qoruya bilər? Kim qoruya bilər səni mənim qılıncımdan? Yəni Peyğəmbərin də əlində heç nə yoxdur və Peyğəmbəri öldürmək istəyir. Peyğəmbər də soyuqqanlıqla deyir ki, Allah qoruyar məni. Allah məni qoruyar. Belə deyən kimi o adamın Peyğəmbərin qəribə deyilməsi, qəribə aramlığı, soyuqqanlığı o adamı lərzəyə salır. İxtiyarsız olaraq əlindən qılınc düşür. Bu zaman Peyğəmbər onun əlindən qılıncı götürür, yerə düşmüş qılıncı Peyğəmbər götürür əlinə. Deyir ki, bəs indi səni məndən kim qoruyar? İndi səni məndən kim qoruyar? Deyirlər ki, o orada etiraf eləyir ki, heç kəs və Peyğəmbərə təslim olur. Təslim olur və canı dildən, səmimi qəlbdən İslamı qəbul eləyir. Peyğəmbəri qəbul edir. Niyə? Çünki o sanki bir kəramətlə rastlaşır. Ki, yəni mən o əli yalın olduğu halda əlimdə qılınc, özdə pəhləvan adam olur. Onu öldürə bilərdim. Amma o qəribə şəkildə mənim canıma qorxu düşdü. Silahsız bir adam mənə bir dənə Allah söz deməklə canıma qorxu düşdü və mənim əlimdən qılıncım düşdü. İndi məni öldürə bilər, amma Peyğəmbər onu bağışlayır. Peyğəmbər onu bağışlayır. Və ondan sonra Peyğəmbər həmən qılıncı da elə ona qaytarır. Deyir ki, səni bağışlayıram, bu da sənin qılıncın, öldürmürəm səni. Buyur. O da bir neçə addım çıxıb getmək istəyir, amma sonra bir də qayıdır Peyğəmbərə tərəf. Deyir ki, Peyğəmbərdən bir də üzr istəyir bu etdiyi işə görə və xahiş eləyir ki, bu qılıncını səndə qalsın. Çünki sən çox ləyaqətli bir rəhbərsən, sən islahatçı bir rəhbərsən, bu qılıncın da səndə qalsın. Peyğəmbər də onun qılıncını qəbul edir. Və bu da belə hadisələrdən biridir.
Başqa bir hadisə nə baş verir? Uhud döyüşü üçün artıq zəmin yaranır. Deməli, Peyğəmbərin Mədinədə olması, müşriklərin gəlib oradan keçib, gedib karvanla da oradan gedib ticarət etmələrini artıq çətinləşdirirdi. Ona görə də artıq ticarət olmasa, artıq onların da vəziyyəti çıxılmaz olurdu. Məkkə müşriklərinin vəziyyəti çıxılmaz olurdu. Ona görə də müşriklər bir toplantı təşkil edirlər və vəziyyəti araşdırırlar ki, necə eləyək. Onlar deyirdilər ki, belə getsə, ticarətimiz dayansa, biz ümumiyyətlə yavaş-yavaş bütün sərmayələrimizi tükəndirəcəyik və nəticədə də müsəlmanlara təslim olmaq məcburiyyətində qalacaq. Ona görə də nəsə bir şey fikirləşməliyik. Bir nəfər ayağa qalxıb deyir ki, indən sonra Şama bu yolla yox, İraq yolu ilə gedək. Və onun sözü qəbul olunur, karvan hərəkət etmək üçün hazır vəziyyətə gəlir. Yenə də Əbu Süfyan başçılıq eləyir, amma Səfvan ibn Ümeyyə də onun yanında olur. Bir də bir nəfəri də özləri üçün bələdçi seçirlər. Furat ibn Həyyan adında bir nəfəri. Bu söhbəti Mədinədən bir kişi eşidir. Bir kişi eşidən kimi, Mədinəyə qayıdan kimi gedir onu Peyğəmbərə deyir. Peyğəmbərə deyir ki, bəs mən eşitmişəm ki, onlar artıq İraq yolu ilə Şama gedəcəklər. Peyğəmbər Zeyd ibn Harisənin başçılığı altında bir dəstəni onu, həmin o karvanı təqib eləmək üçün göndərir. Və bu dəstə də gedir, bir dənə əsir alır və malları müsadirə eləyir. Karvanı da geri qaytarmağa məcbur eləyir. Bax, bu hadisələrin hamısı gətirib çıxardır ki, artıq Uhud döyüşü baş tutsun. İslam tarixində bir neçə böyük döyüş olub, onlardan biri də Uhud döyüşüdür. Və indiyə qədərki hadisələr Uhudun yaranması üçün zəminə yaradır. Və Uhudun yaranmasında ən mühüm amillərdən də biri budur ki, onlar intiqam hissi ilə yaşayırdılar. Və Əbu Süfyan onlara ağlamamağı əmr eləmişdi. Ağlamamaq isə intiqam hissini, kini daha da artırırdı. Ona görə də bunlar istəyirdilər ki, hər bir yolla, hər bir vəclə öz intiqamlarını alsınlar. Hicrətin 3-cü ilinə keçid aldı. Bu kitabımızda müəllif deyir ki, burada bir çox döyüşlər var və yürüşlər var, amma bu yürüşlərdən bir dənəsini və 2 dənə də döyüş barəsində danışacaq. Yürüş hansıdır? Məhəmməd ibn Məsləmənin yürüşüdür. Maraqlı hadisələrdən biridir. Yenə də Peyğəmbərin metodu ilə tanış olacaq bu hadisədə. Burada nə baş verir? Kəb Əşrəf adında bir nəfər şairdir. Bədir döyüşündən sonra müsəlmanlar ki, qalib olublar, Mədinədə zəfər xəbərini yayırlar. Bu Kəb Əşrəf adında bir nəfər şairdir, özdə yaxşı şairdir, yaxşı şeirləri var, tutarlı şeirləri var. Başlayır bu adam Peyğəmbərə qarşı, müsəlmanlara qarşı öz kinini biruza verməyə. Narahat olur, gah şayələr yayır, gah da öz şeirləri ilə Peyğəmbəri və müsəlmanları əməlli başlı təhqir edir. Bir yerə gəlib çatır ki, hətta həddini aşır və müsəlman qadınlara qarşı belə öz şeirlərində pis şeylər deməyə başlayır. Bu iş baş verəndə nə islahı yoxdur, nə də ki, çox ciddi bir məsələdir və şeir də elə bir şeydir ki, bunu mən əvvəllər də demişəm, siz bəzi o biri dərslərdə də bunu eşitmisiniz, xütbələrdə mən çox demişəm. Ümumiyyətlə, belə şeylərin insan sentimentaldır deyə, təsirlənən varlıqdır deyə, incə sənətin və bu kimi şeir, nə bilim, surud, mahnı insanın tez təsir
altına salır. Tez təsir salır Peyğəmbər. Ona görə də mərsiyələrin, şeirlərin, mədhiyyələrin savabı çoxdur. Və əksinə belə tənqidi şeirlərin də əzabı, cəzası çoxdur. Niyə? Çünki təsiri çoxdur. Biri kəmala tərəf aparırsa, biri də zəlalətə tərəf aparır. Və belə kəsləri, indi siz gördünüz ki, Bədirdə Peyğəmbər nə qədər əsirləri, onunla döyüşənləri, qılınc vuranları Peyğəmbər bağışlayırdı. Bəziləri deyirdi ki, 10 dənə müsəlmana elm öyrət, səni bağışlayın. Bəzilərinə biraz pul alırdı, kasıbları belə buraxırdı. Amma elə adamlar var ki, Peyğəmbər onun ölümünə fərman verirdi. Niyə? Çünki bu adamın islahı yoxdur. Peyğəmbər onu bilir. Bu adam islah olmayacaq və öz işindən də əl çəkmir və onun etdiyi bu şeylər həm təhqirdir, Peyğəmbəri, hətta müsəlman xanımları belə təhqirə keçir. Yəni bu bir pis məsələdir də təbii ki. Həm də ki onun şeirləri təsirli olur, cəmaatı şəkkə salır. Və bu kimi, yəni konkret olaraq bu adam fitnəkardır. Fitnəkardır, ona görə də Peyğəmbər onun öldürülməsi üçün əmr eləyir. Möminlər, müsəlmanlar bir yerdə məsləhətləşirlər ki, bunu necə etmək olar? Deməli, Məhəmməd ibn Məsləmə həmin o Kəbi aradan aparmaq üçün gözəl bir plan cızır. Kəbin süd qardaşı olan Əbu Nailə də daxil olmaqla bir neçə nəfəri bu işə cəlb eləyir. Əbu Nailə deyir ki, mən bu işin çox tərəfini üzərimə götürərəm. Çünki o məndən süd qardaşıdır və məndən də arası yaxşıdır. Mən bir plan həyata keçirərəm ki, o çox da fərqində olmaz və biz onu tutub öldürə bilərik. Çünki o qaçır, evində olur və s. Bir dənə hadisə olur, mənə də tez xülasə şəkildə deyim. O gəlir, o qardaşı ilə görüşür, ona deyir ki, mən sənə bir sirr açmaq istəyirəm, müsəlmanlar bizə qarşı belədilər. Bu özünü məhrəm kimi göstərir, sonra deyir ki, mən səndən ərzaq götürmək istəyirəm, silahımı sənin yanında qoymaq istəyirəm, o da razılaşır. Özü silahını ona görə qoyur ki, sonra başqa dostları ilə də silahlı gələndə o Kəb ilə başa düşsün ki, yenə də silah gəlib qoyub ərzaq götürəcəklər. Ki, belə başa düşməsinlər. Və bu planları baş tutur, dostları ilə gəlir, başqa müsəlmanlarla gəlir, qapını döyürlər, Kəb çıxır və Əbu Nailə deyir ki, biz biraz kənarda danışmalıyıq. Yol gedəndə onun bir neçə dəfə saçına sığal çəkir, deyir ki, sənin çox gözəl saçların və üçüncü dəfə onun saçından tutur, möhkəm yerə vurur və bu vaxt dostlarını çağırır, dostlar da gəlib onun öldürürlər, qətlə yetirirlər. Bax, bu hadisə ilə Peyğəmbər Kəb Əşrəfin də problemini aradan aparır. Bunun kimi bir çoxları olur. Onlardan biri də Əbu Rafi olur. Peyğəmbər bunun da, əlbəttə bu hadisə bu kitabda verilməyib. Peyğəmbər onun da aradan götürülməsi üçün əmr verir və onu da bir şəkildə aradan aparırlar. Deməli, bütün bunlar göstərir ki, Peyğəmbər nə qədər rəhmət Peyğəmbəridirsə, amma ictimai fəsad eləyən kəslərin əgər islahı yoxdursa, əgər onlar özlərinə yığışmırlarsa, əgər fəsad törədirlərsə, özdə belə bir metodla fəsad törədirlərsə, onda onlar qətlə yetirilməlidir. Onlar aradan getməlidir. Ümumiyyətlə, Peyğəmbərin ilə döyüşləri də buna görə idi. Peyğəmbərin başqalarını öldürməsi də elə buna görə idi. Məsələn, maraqlı hadisələrdən biri budur ki, indi birazdan da keçəcəyik onu. Bədir döyüşündə Peyğəmbər müşriklərdən birini, ümumiyyətlə çox müşriki buraxır Peyğəmbər, əsiri. Bir nəfəri də buraxır. Amma ona deyir ki, amma bütün əsirlərə deyirdi ki, bir də bizə qarşı addım atmayın, bir də bizə qarşı döyüşməyin. Onlar da razılaşırdılar və Peyğəmbər onları buraxırdı. Peyğəmbər onlara yəni xəbərdarlıq edirdi ki, belə işlər bir də görməyin. Bizə qarşı döyüşməyin. Biz sizi öldürə bilərik, amma öldürmürük. Və onlardan biri Uhud döyüşündə bir də əsir düşür. Peyğəmbərin yanına gətirirlər. Peyğəmbər deyir ki, ya Rəsulullah, mənə bu dəfə də güzəşt elə, bir də gəlmə. Peyğəmbər deyir, sən keçən dəfə bizlə döyüşüb bizi öldürmək istəyirdin. Biz səni əsir aldıq. Amma sənə heç nə etmədən səni buraxdıq. Sən bu dəfə yenə bizi öldürmək üçün gəlmişdin. İndi bir də məndən istəyirsən də bu dəfə güzəşt yoxdur.
Görürsüz, yəni bu peyğəmbərin metodudur. Nəyə söykəndiyini biz yaxşı bilirik. Ki meyar Allahın istəklərinə uyğundur. O da nədir? O da budur ki, insanlara problem yaratmasın. Peyğəmbər yer üzündə dini yaymaq istəyir ki, insanlar o dinin vasitəsilə dünya və axirət xoşbəxtliyinə çatsın. Onun qarşısını kəsirsə, onda peyğəmbərin səlahiyyəti var ki, o adamları tərk silah eləsin və s. və ilə. Yəni baxmayaraq ki, rəhmət peyğəmbəridir, amma hər adama güzəşti yoxdur. Belə adamlar aradan götürülməlidir ki, insanlıq belə problemlərdən amanda qalsın. Əzizlər, baxdım ki, vaxtımız artıq tamamdır. Gecəniz xeyrə qalsın. İnşallah gələn dərsimizdə görüşmək ümidi ilə. Sağ olun.